Bugün çoxlarının diqqətindən qaçırdığı, amma əslində ciddi qəbul edilməli olan bir simptomdan danışacağım. İki görmə, yəni eyni əşyanın iki ədəd görünməsi. İki görmə sadəcə görmənin bulanması deyil, bu çox vaxt gözlərin bir-biri ilə sinxron çalışmamasının və ya beyin-göz əlaqələrinin pozulmasının göstəricisidir. Buna görə də bu simptomu heç vaxt yorğunluqdan olub deyərək keçmək olmaz. İki görmənin əmələ gəlmə səbəbləri hansılardır? Göz əzələlərini idarə edən sinirlərin pozulması. Gözlərimiz eyni nöqtəyə baxmaq üçün kiçik, incə sinirlərlə idarə olunur. Əgər bu sinirlər şəkərli diabet, yüksək təzyiq, infeksiya və ya insult kimi səbəblərdən zəifləyirsə, gözlər sinxron hərəkətini itirir. Görüntü iki ədəd alınır. Miasteniya gravis adlanan autoimmun xəstəliklərdə günün sonunda gözlər yorulur və iki görmə artır. Tiroid hormonlarının pozğunluqlarında isə göz əzələləri qalınlaşır, hərəkətin çətinləşdiyi üçün xəstə birdən iki görməyə başlayır. Damar və ya sinir yollarının zədələnməsi. Bəzən iki görmə, beyin göz hərəkətlərini idarə edən hissələrdə insult, dağınıq skleroz, anevrizma və ya şiş kimi səbəblərin ilkin əlaməti ola bilər. Bu zaman çox vaxt yanaşı olaraq baş gicərlənmə, uyuşma, nitqdə çətinlik də müşahidə olunur. Tək gözdə iki görmə. Əgər bir gözü bağlayanda da iki görmə davam edirsə, bu artıq nevroloji səbəb deyil. Daha çox astigmatizm, katarakta, quru göz kimi oftalmoloji səbəblərdən qaynaqlanır. Nə vaxt həkimə təcili müraciət edilməlidir? Əgər iki görmə qəfil başlayıbsa və bununla yanaşı üzün bir tərəfində zəiflik, danışığın pozuntusu, şiddətli baş ağrısı və ya göz qapağında düşmə varsa, bu artıq təcili nevroloji bir vəziyyətdir.